Salam, hörmətli tamaşaçılar. Xəbərlərin növbəti buraxılışı efirdədir. Mən Gülər Hətamovum. Xəbər verdiyimiz kimi bugün Prezident İlham Əliyevin sədrliyi ilə Azərbaycanın yeni rəqəmsal arxitekturası adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib. İndi bununla bağlı hazırlanan geniş video materialı təqdim edirik. Bugünkü müşavirədə biz rəqəmsal inkişafla bağlı olan məsələləri müzakirə edəcəyik. Buna ehtiyac var. Bu məsələ bizim gələcək inkişafımızı böyük dərəcədə şərtləndirəcək. Dünyada gedən meyllər, trendlər bəllidir. Bugün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı olan islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edəcək. Azərbaycanda bu istiqamətdə müəyyən işlər görülüb. Bu barədə bugün danışılacaq və ən önəmlisi gələcək fəaliyyətimizdə bu məsələni əsas prioritetlər siyahısına daxil etməyimizdir. Bizim neft-qaz sahələrində, bağlantılar sahəsində böyük təcrübəmiz var. Həm beynəlxalq şirkətlərlə olan əlaqələr, bizim böyük təcrübəmiz və bir çox ölkələrlə bu nəhəng layihələri icra etməyimiz. Çünki bu həm bilik, bacarıq, texniki keyfiyyətlər, eyni zamanda geniş beynəlxalq əlaqələr tələb edən məsələlərdir. Azərbaycan öz qonşuları ilə müxtəlif vaxtlarda, müxtəlif istiqamətlər üzrə bir çox önəmli infrastruktur layihələrini icra etmişdir. Yəni bu sahədə həm təcrübəmiz var, həm artıq yaradılmış platformalar var. Nəqliyyat, energetika dəhlizləri gələcəkdə fiber optik dəhlizlərinə də çevrilməlidir. Bu istiqamətdə müəyyən işlər görülüb. Neft-qaz kəmərləri tikilən zaman o cümlədən bu məsələdə öz həllini tapıb. Ancaq bugünkü tələblərə təbii ki, bu cavab vermir. Ona görə rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması istiqamətində də bizim təşəbbüslərimiz ölkəmizin uzun müddətli dayanıqlı inkişafını təmin etməlidir. Bizim bir çox üstünlüklərimiz var. Onlardan biri bizim coğrafi vəziyyətimiz. Bu bizdən asılı olmayan üstünlükdür. Ancaq hər bir ölkənin coğrafi vəziyyəti onun xeyrinə, yaxud da ki, ziyanına işləyə bilər. Biz coğrafi vəziyyətimizi ölkəmizin inkişafına bağlamışıq və buna nail olmuşuq. Ona görə Asiya ilə Avropa arasında yerləşməyimiz, şimal-cənub dəhlizi üzərində yerləşməyimiz və yaradılmış mövcud infrastruktur bu üstünlüyü bizə təmin edir. Qeyd etdiyim kimi, transmilli böyük şirkətlərlə iş təcrübəmiz. Bu da böyük üstünlükdür. Müsbət investisiya iqlimi Azərbaycan iqtisadiyyatına son 20 il ərzində 350 milyard dollardan çox sərmayə qoyulub. Xarici sərmayələr qorunur, həm qanunlar tərəfindən, eyni zamanda gündəlik həyatda da görürük, həm yerli, həm xarici sərmayələrin qorunması hər bir ölkənin inkişafını müəyyən edir, bu cümlədən Azərbaycanın və burada da deyə bilərəm ki, unikal təcrübəmiz var. 30 ildən çox davam edən bizim neft-qaz layihələrimiz necə imzalanıbsa, bugün də elə də icra edilir. Və bu təcrübə əlbəttə ki, rəqəmsal dünyada aparıcı rollar oynayan şirkətlərlə münasibətlərdə də özünü göstərməlidir.
Digər üstünlüyümüz ondan ibarətdir ki, son illər ərzində aparılan işlər nəticəsində biz böyük dərəcədə öz enerji generasiya gücümüzü artıra bilmişik. Təxminən son 20 il ərzində 2 dəfə yaxın generasiya gücümüz artıb və bugün 10.000 megavata bərabərdir. Yeni elektrik stansiyaları, istər qaz, istər hidro, istər günəş, külək bugün Azərbaycan reallıqlarını müəyyən edir və hal-hazırda bizim ən azı 2000 megavat istifadə edilməyən generasiya gücümüz var ki, rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması üçün bu başlıca şərtdir. Onu da bildirməliyəm ki, yerləşdiyimiz bölgədə, geniş bölgədə bu imkanlara malik olan ölkələr ən azı çox deyil. Və bugün Azərbaycan özünü tam bütün əsas enerji mənbələri ilə təmin edir. Hətta dünya bazarlarına da onları çıxarır. Və nəzərə alsaq ki, bizim bərpa olunan enerji növlərinin yaradılması istiqamətində planlarımız göz önündədir, bu barədə dəfələrlə danışılıb. Gələcəkdə bizim generasiya gücümüz daha da artacaq, imzalanmış kontraktlar əsasında. Ona görə bu üstünlükdən biz səmərəli şəkildə istifadə etməliyik. Təbii ki, ölkə daxilində artan elektrik enerjisinə olan tələbat nəzərə alınmalıdır. Xüsusilə bizim sənaye inkişafı ilə bağlı böyük planlarımız var. Həm əhali artır, həm sənaye istehsalı xüsusilə qeyri-neft sektorunda artır. Və bu ilin yanvar ayında hardasa 8% qeyri-neft sənayemiz artmışdır. Ona görə bizim enerji güclərimiz ölkənin inkişafını dəstəkləməlidir. Eyni zamanda bildiyiniz kimi yaşıl enerji kabellərinin çəkilişi ilə bağlı müvafiq sənədlər imzalanıb xarici tərəfdaşlarla və biz elektrik enerjisinin bir qismini ixrac edəcəyik. Ancaq data mərkəzlərinin yaradılması da dediyim kimi böyük enerji güclərini tələb edir. Fiber optik bağlantılarla əlaqədar qeyd etdiyim kimi enerji infrastrukturunun yanında bu kabellər də çəkilib və hal-hazırda bizi Xəzər dənizinin şərq sahilləri ilə birləşdirəcək fiber optik kabelin çəkilişi layihəsi icra edilir. Ümid edirəm ki, bu il bu başa çatacaq. Beləliklə, şərqə doğru bağlantılar təmin ediləcək. Qərbə doğru isə yeni bağlantılar üzərində biz işləməliyik və təbii ki, bugünkü müşavirədə indi müzakirə ediləcək məsələlərin həlli üçün bu da başlıca məsələlərdən biridir. Digər üstünlüyümüz isə ondan ibarətdir ki, biz bu sahədə dünyanın aparıcı şirkətləri ilə artıq təmaslar qurmuşuq. Bir neçə aparıcı şirkətlə danışıqlar aparılıb. Azərbaycan imkanları, ölkəmizin imkanları onlara təqdim edilib. Eyni zamanda dünyanın böyük və deyə bilərəm ki, ən böyük maliyyə resurslarını idarə edən qlobal fondlarla bizim sıx əlaqələrimiz var. Azərbaycan Dövlət Neft Fondu uzun illər bu təsisatlarla əməkdaşlıq edir və o təsisatlar vasitəsilə Azərbaycan valyuta ehtiyatlarının bir hissəsi idarə olunur və biz artıq bu təsisatlara vəsait yatırırıq və onlarla aparılmış bu yaxınlarda danışıqlarda eyni zamanda bu qurumlardan Azərbaycana investisiyaların cəlb edilməsi məsələləri də qaldırılmışdır və müsbət cavab alınmışdır. Yəni, indi konkret layihələr üzərində
işləyirik və rəqəmsallaşma süni intellekt sahəsində aparıcı şirkətlərin səhmlərinin bir hissəsi də bax dediyim ən böyük Amerika fondlarının sərəncamındadır. Bu bizim böyük üstünlüyümüzdür. O cümlədən dünən bu binada Amerika hökuməti ilə Azərbaycan hökuməti arasında imzalanmış strateji tərəfdaşlıq xartiyası da bu üstünlüyü bizə təmin edir. Bu xartiya tarixi bir sənəddir. Bu artıq mətbuatda da dərc edilib, hər kəs görə bilər. Nədən ibarətdir? O cümlədən data mərkəzləri, rəqəmsallaşma, süni intellekt və bu sahədəki Amerika şirkətləri ilə sıx əlaqələrimiz. Yəni, bu da bizim üstünlüyümüzdür. Bizim eyni zamanda 10 Avropa İttifaqına üzv ölkə ilə strateji tərəfdaşlıq sənədləri var. Təbii ki, Avropa şirkətləri bu sahədə Amerika şirkətləri ilə rəqabət apara bilməzlər. Onlardan bəlkə ən azı bir nəsil geridədir. Ancaq orada da müəyyən işlər görülür və o ölkələrin şirkətləri ilə də səmərəli əməkdaşlıq təmin edilməlidir. Keçən il isə Çin Xalq Respublikası ilə hərtərəfli strateji tərəfdaşlıq sənədi imzalanmışdır. Yəni, biz bugün dünyada nadir ölkələrdənik ki, dünyanın aparıcı güc mərkəzləri ilə artıq imzalanmış strateji tərəfdaşlıq formatında çalışırıq. Yəni, bu bizim üstünlüyümüzdür. Dünyada bu qədər üstünlüyü olan ikinci ölkə tapıla bilər, çox axtarsaq. Ona görə bundan istifadə etməmək tamamilə qəbul edilməzdir. Bütün bunları nəzərə alaraq artıq bir müddət bu istiqamətdə işlərin vahid koordinasiyası ilə bağlı məsələlər müzakirə edilir. Mənim göstərişimlə bu məsələlər ətrafında fikir mübadiləsi aparılır. Bugün isə mənim sədrliyimlə nəzərə alsaq ki, bu məsələ qeyd etdiyim kimi prioritet təşkil edir. Mənim sədrliyimlə bugünkü müşavirədə biz görüləcək işlərlə bağlı konkret fəaliyyət planının hazırlanmasına başlamalıyıq. Tezliklə onu başa çatdırmalıyıq və beləliklə bu sahəyə daha güclü təkan verməliyik. Şimdi bugün təqdimatda əsas məsələlər göstəriləcək. Ondan əvvəl bəzi fikir və tapşırıqlarımı diqqətinizə çatdırmaq istərdim. Birinci növbədə bu sahədə dövlət qurumları arasında çox sıx koordinasiya aparılmalıdır. Burada dövlət qurumları arasında sıx təmaslar olmalıdır. Pərakəndəliyə yol verilməməlidir və qısa müddət ərzində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi dövlət qurumları ilə birlikdə tədbirlər planı hazırlamalıdır və mənə təqdim edilməlidir. Bu məsələdə işlərin daha səmərəli təşkili üçün hesab edirəm ki, hər bir dövlət qurumunda, ilk növbədə nazirliklərdə rəqəmsallaşma, süni intellekt, kiber təhlükəsizliyi üzrə bir müavin ayrılsın, ya yeni ştat vahidi yaradılsın, ya da ki, mövcud müavinlərin birinə bu sahə tapşırılsın ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları, rəhbərliyi bilsinlər ki, onların təmasda olacaq şəxslər kimdir və hər bir dövlət qurumunda bu sahə prioritet sayılmalıdır bugündən. Son illər ərzində müxtəlif dövlət qurumları, nazirliklər və digər dövlət qurumları tərəfindən müxtəlif platforma və tədbiqlər
işlənilib, hazırlanmışdır. Bu işin artıq koordinasiya şəklində aparılması üçün hesab edirəm ki, buna da ehtiyac olmayacaq və tədricən yaradılmış platforma və tətbiqlər ləğv edilməlidir. İndi hansı müddət ərzində onu indi mənə təkliflər təqdim ediləndə təklif edərsiniz. Dövlət xidmətləri MyGov üzərindən həyata keçirilməlidir. Yəni, vahid mərkəz, hər kəs bunu bilməlidir. Həm dövlət qurumları, həm vətəndaşlar. Bu, vətəndaşlar üçün də çox böyük üstünlük təmin edəcək ki, bir ünvandan vətəndaşı lazım olan bütün xidmətlər göstərilməlidir. İndi nə qədər buna vaxt lazımdır, əlbəttə ki, bunu siz mənə bildirərsiniz. Eyni zamanda bugün mövcud olan platformaların üstünlükləri, əldə edilmiş təcrübə və bu platformaların işlənməsində iştirak etmiş şəxslər, kadrlarda ümumi işə cəlb edilməlidir. Yəni, əldə edilmiş nəticələri mən qiymətləndirirəm, amma eyni zamanda bugün vaxt gəlib çatıb ki, bu vahid mərkəzdə birləşsin. Kadr hazırlığına gəldikdə bu əsas vəzifələrdən biridir. Son vaxtlar bu istiqamətdə müəyyən işlər görülüb. Biz öz təhsil sistemimizdə bu sahəyə daha böyük diqqət göstərməliyik. Həm Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdə, eyni zamanda dövlət xətti ilə xaricə göndərilən tələbələr bu ixtisas üzrə peşəkarlığı artırmalıdırlar. Ona görə nəzərə alsaq ki, bu uzun müddətli proses olacaq və bu proses ancaq və ancaq genişlənəcək. Bu sahədə kadrlara böyük ehtiyac olacaq gələcəkdə də. Və təbii ki, orta məktəblərdə ilkin biliklərin şagirdlərə aşılanması üçün yəqin ki, tədris proqramına da müəyyən dəyişikliklər edilməlidir. Süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır. Bugün bu sahədə aparıcı rollarda olan ölkələrdə bu belədir. Hətta mənə verilən məlumata görə bəzi bu sahədə inkişaf etmiş ölkələrdə dövlət məmurlarının gündəlik fəaliyyətinə də süni intellekt agentləri belə adlandırılır, köməklik göstərir. Çünki burada hər hansı bir qərarın düzgün olub-olmaması ilə bağlı süni intellekt təbii ki, yardımcı ola bilər. Ona görə bu sistemə də baxmaq lazımdır və rəhbər orqanlarda təmsil olunan şəxslər süni intellektdən geniş istifadə etməlidirlər. Özəl sektora gəldikdə burada eyni yanaşmanı təmin etmək üçün dəstək mexanizmləri işlənməlidir. Hansı formada özəl sektora biz bu sahəyə daha böyük diqqət göstərməsini təşviq edə bilək, bu barədə də təkliflər veriləcək. Kiber təhlükəsizlik üzrə əsas hədəflər müəyyən edilməlidir. Bu sahədə kritik sahələrdən biridir. Biz keçən il çox mütəşəkkil və aqressiv kiber hücuma məruz qalmışıq. Onun mənbəyini də biz bilirik və lazımi tədbirlər də görülmüşdür ki, özümüzü bu ciddi problemlərdən biz qoruya bilək. Ona görə bu sahəyə ciddi diqqət göstərilməlidir. Bizdə fəaliyyət göstərən kiber təhlükəsizlik mərkəzi artıq var. Onun işi daim diqqət mərkəzində olmalıdır. Və təbii ki, artıq qeyd etdiyim kimi bu sahədə dünyanın aparıcı şirkətləri ilə təmaslar daha sıx olmalıdır. Və hesab edirəm ki, bugünkü müşavirə və bu məsələnin prezidentin nəzarəti altında
olması bir çox bizim tərəfdaşlarımıza da ciddi mesaj olacaq ki, Azərbaycan bu sahəni özü üçün prioritet sayır. Bizə olan imkanlar nədən ibarətdir? Mən sadaladığım üstünlüklər xarici tərəfdaşlarımıza da çatdırılmalıdır. Sadalamadığım üstünlüklər də indi siz tərəfdən də çatdırılmalıdır ki, bu sahəyə biz güclü təkan verək. Və qeyd etdiyim kimi fəaliyyət planı hazırlanmalıdır, mənə təqdim edilməlidir və bugün müzakirə edilən və ediləcək, o cümlədən təqdimatda göstəriləcək məsələlər fəaliyyət planına salınmalıdır. İndi isə təqdimat üçün söz verilir Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyevə. Möhtərəm Cənab Prezident, hörmətli Mehriban xanım, hörmətli həmkarlar, Cənab Prezident, ilk öncə sizə rəqəmsal inkişaf və nəqliyyat sahəsinə göstərdiyiniz davamlı diqqət və qayğıya görə minnətdarlığımı bildirmək istəyirəm və göstərdiyiniz bu diqqət və qayğı nəticəsində son illərdə bu sahələrdə yaradılan əlavə dəyər davamlı olaraq artmaqdadır. Ötən il ölkəmizdə nəqliyyat sahəsində artım 5%, İKT sahəsində təxminən 8,5% olmuşdur. Sizin də haqlı olaraq vurğuladığınız kimi artıq dünyada rəqəmsal iqtisadiyyat ənənəvi iqtisadiyyatı üstələməkdədir. Süni intellektin yaxın 2030-cu ilə qədər yaradacağı əlavə dəyər təxminən 16 trilyon ABŞ dolları həcmində olmasını gözləyirik. Möhtərəm Cənab Prezident, artıq sizin burada da səsləndirdiyiniz kimi və öncədən də verdiyiniz tapşırığa uyğun olaraq dünya praktikası, ölkəmizin hazırki vəziyyəti və ölkəmiz qarşısında duran yeni çağırışlar nəzərə alınmaqla ölkəmizin texnoloji inkişafını irəlilədəcək ilkin fəaliyyət planı hazırlanmışdır. Bu fəaliyyət planı 4 sütun üzərində qurulmuşdur. Birincisi, rəqəmsallaşma və rəqəmsal transformasiyanın sürətləndirilməsi. İkinci, süni intellekt və süni intellekt əllərlə bağlı dövlət müəssisələrində və eyni zamanda özəl şirkətlərdə bunun geniş tətbiqi. Üçüncü məsələ, innovasiya ekosistemi. Əgər bizim rəqəmsallaşmanı düzgün ediriksə, süni intellekt həllərimiz varsa, biz innovativ ekosistemi elə bir şəraitdə yaratmalıyıq ki, özəl şirkətlər bunun ətrafında əlavə dəyər yarada bilsinlər. Və sonda da bütün bunları yaratdıqdan və virtual mühitə keçdikdən sonra bizim əsas çağırışımız kiber təhlükəsizliklə bağlı olacaqdır. Bunları fəaliyyət planının əsas fokus hissəsi bunları mümkün edəcək 4 amil üzərində qurulmuşdur. İlkin olaraq insan kapitalı, ikinci mövcud infrastrukturun yenilənməsi və genişləndirilməsi, üçüncüsü qanunvericiliyimizin müasir tələblərə uyğunlaşdırılması və dördüncüsü isə idarəetmə proseslərinin çevik olmasıdır. Biz bu prosesi mərhələli şəkildə görürük. Rəqəmsallaşma özü bir mərhələli prosesdir və bu günləri dünyanın keçdiyi yolu demək olar ki, biz mərhələli şəkildə keçməkdəyik. Bu ilkin məlumatların elektronlaşdırılmasıdır. Başqa sözlə, məlumatların kağız daşıyıcılardan elektron daşıyıcılara keçirilməsidir. İkinci mərhələ xidmət və proseslərin rəqəmsallaşdırılmasıdır. Artıq burada da bir çox proseslər həm dövlət şirkətləri və eyni zamanda özəl şirkətlər tərəfindən kifayət qədər irəliləmişdir və gedəcəyimiz son nöqtə ağıllı və proaktiv xidmətlərin formalaşdırmasıdır ki, bu da rəqəmsal transformasiyanı özündə ifa edir. Bütün bu istiqamətlər üzrə məhz sizin diqqət və qayğınız nəticəsində son illərdə əsas fokusumuz deməli, tənzimləmə çərçivəsinin qurulması və fəaliyyətimizin koordinasiyalı şəkildə aparılmasına yönəlmişdir. Bu istiqamətdə qəbul edilmiş rəqəmsal inkişaf konsepsiyası xüsusi önəm daşıyır və bununla yanında rəqəmsal inkişaf konsepsiyası qəbul edildikdən sonra təxminən 200-dən çox normativ hüquqi aktda düzəlişlər edilmişdir və yeniləri qəbul edilmişdir. Bununla yanında deməli infrastrukturun genişlənməsi artıq tam şəkildə təmin edilmişdir. Onlayn Azərbaycan layihəsi uğurla başa çatmışdır. Layihə başlananda ölkədə internetin orta sürəti təxminən 12 megabit saniyə idisə, bu günləri 90 megabit saniyədir. Dövlətə məxsus şirkətlərdə bu rəqəm 150 megabit saniyədir. İlin sonuna qədər biz bu rəqəmi 200 megabit saniyəyə çatdırmağı planlaşdırırıq və bu gün Azərbaycanın elə bir ucqar nöqtəsi yoxdur ki, orada geniş zolaqlı internet təqdim edilməsin. Ölkənin data mərkəzi, yəni dövlət cloudu tam şəkildə qurulub, ehtiyat və əsas olmaqla Bakı və Yevlax şəhərlərində biz prosesə başlandıqda təxminən 50
dövlət müəssisəsi burada öz rəqəmsal ehtiyatlarını yerləşdirirsə, artıq bu günləri bu rəqəm 270-ə çatdırılmışdır. Sima biometrik imzanın təqdim edilməsi ilə 4 milyon istifadəçi, unikal istifadəçi bu imzadan artıq istifadə edir. Son 3 il ərzində dövlət xidmətləri ilə yanaşı Simanın təqdim edilməsi eyni zamanda özəl şirkətlərin, xüsusilə də bankların işlərini bir xeyli asanlaşdırmışdır. Misal olaraq qeyd edim ki, bu günləri hər hansı bir hesabın açılması, depozit hesabının bankda və yaxud da depozit hesabının artırılması, istənilən bank əməliyyatlarını banka getmədən bizim vətəndaşlarımız aplikasiyalar üzərindən tam şəkildə həyata keçirdə bilir. MyGov-la bağlı siz artıq vurğuladığınız dəstəyə görə təşəkkür edirik. MyGov platforması artıq yeni fəlsəfə ilə bizim istifadəçilərin xidmətinə təqdim edilmişdir. Yalnız ötən illəri biz təxminən 1,3 milyon yeni unikal istifadəçini MyGov-a gətirə bilmişik. Bu ilin, ötən ilin sonuna rəqəm 2,2 milyon təşkil edirdisə, bu ilin artıq yanvar ayının sonuna bu rəqəm təxminən 2,5 milyondur. Və istifadəçi dedikdə biz ən azı ay ərzində bir dəfə MyGov platformasından istifadə edən vətəndaşlarımızı nəzərdə tuturuq. İlin sonuna qədər təxminən bu rəqəmin 5 milyona çatmasını planlaşdırırıq. Bunu nə mümkün etmişdir sualının cavabı, möhtərəm cənab prezident, rəqəmsallaşma bir sənət və bir qurum mərkəzli yanaşmadan həyat hadisələri yanaşmasına çevrilməsidir. Bir misal üzərində bunu diqqətinizə məruzə etmək istərdim. Əgər biz həyat hadisələrini müəyyən etmişik, hazırda təxminən 12 həyat hadisəsi üzərindən dövlətin vətəndaşla təmaslarını qurmaqdayıq. Bir məqamı vurğulamaq istərdim ki, əgər vətəndaşın övladı doğulursa, öncə o tibb müəssisəsinə yaxınlaşır, hətta orada proseslər rəqəmsallaşmışdırsa belə, ondan arayışı alır, sonradan Ədliyyə Nazirliyinə o arayışı fiziki şəkildə təqdim edirdi. Ədliyyə Nazirliyi doğum şəhadətnaməsini ona verirdi. Doğum şəhadətnaməsini götürdükdən sonra o da rəqəmsallaşmışdı. Vətəndaş fiziki şəkildə deməli Dövlət Sosial Müdafiə Nazirliyinə müraciət edirdi, müavinət təqdim edilirdi ona və bunun da yanaşı o eyni zamanda sənədini Daxili İşlər Nazirinə təqdim edərək şəxsiyyət vəsiqəsi alır. Bu günləri nə baş verir? Bu günləri baş verən proses ondan ibarətdir ki, vətəndaşın övladı doğulduqda klinika artıq onu sistemə işləyən kimi sistem birbaşa Ədliyyə Nazirinə, Məlumatlar Ədliyyə Nazirinə ötürülür. Ədliyyə Nazirliyi həmən sistem vasitəsilə vətəndaşı məlumatlandırır ki, siz vətəndaşınıza, övladınıza ad verməyi elektron şəkildə təmin edə bilərsiniz. Hətta familiya seçimi imkanları da verir. Təbii ki, əgər o soy ad bizim soy adlar siyahısında varsa. Və beləliklə də bu məlumat avtomatik şəkildə, artıq proaktiv şəkildə Sosial Müdafiə Nazirinə ötürülür. Müavinat vətəndaşın müraciəti olmadan müəyyən edilir, təyin edilir və onun kartına köçürülür və beləliklə də növbəti mərhələdə şəxsiyyət vəsiqəsinin alınması da təmin edilir. Və eləcə də digər həyat hadisələrinə münasibətdə bəzilərini biz artıq prezident tamamlamışıq, bəzilərində işlər davam edir və sizin artıq verdiyiniz tapşırığa uyğun olaraq mən əminəm ki, koordinasiyalı şəkildə həmkar nazirliklərlə bu prosesi daha da irəlilədə biləcəyik. Bütün bunların yanında bizim qarşımızda bəlli bir çağırışlar var. Siz artıq onları qeyd etdiniz. Bəzi dövlət qurumlarında sənədlərin hələ də kağız formatında olması, qurum daxili fəaliyyət hesab olunması, ümumiyyətlə rəqəmsallaşmanın bəzi hallarda prioritetləşdirilməməsi, məlumatların pərakəndə və fərdi standartlara saxlanılması gələcəkdə bizim üçün çox vacib olan verilənlər hövzələsinin, yəni data lake-in yaradılmasını əngəlləyən məsələlərdəndir ki, data lake-in olması və verilənlər bazasının olması bizim süni intellektdən nə qədər səmərəli istifadə edib etməyəcəyimizi müəyyən edən əsas amillərdən biridir. Digər məsələ də artıq onu da vurğuladınız, mən bunların üzərində dayanmaq istəməzdim. Xidmətlərin bir pəncərə üzərindən olması. Yəni MyGov olmasa proaktiv şəkildə, fərdi şəkildə olan aplikasiyalar vasitəsilə biz vətəndaşla proaktiv münasibətlərimizi qura bilməyəcəyik. Digər məqamları artıq siz vurğuladığınız üçün mən onun üzərində dayanmaq istəmirəm. Müavinlərin müəyyən edilməsi çox vacib bir amillərdən biridir. Sadəcə nümunə olaraq deyim ki, biz
təlimlər təşkil edərkən bəzən ayrı-ayrı müavinlər iştirak edir və bunun davamlılığını biz təmin edə bilmirik. Amma bir müavin olduğu şəkildə həm süni intellekt, həm rəqəmsal inkişaf, eyni zamanda kiber təhlükəsizliklə bağlı biz onların dünyada gedən tendensiyalarla məlumatlandırılması, biliklənməsini təmin edə biləcəyik. Möhtərəm cənab prezident, süni intellektlə bağlı siz artıq vurğuladığınız kimi bizim ölkəmiz, bizim xarici tərəfdaşlarla təmaslarımız bizə onu deməyə əsas verir ki, bizim ölkəmizin rəqabətli üstünlükləri var və onlar hansılardır? Birinci, ilk növbədə makroiqtisadi və siyasi sabitlik. Bu, data mərkəzlərinin inşası üçün aparıcı məqamlardan biridir. Digər məqam artıq sizin bu sahəyə xüsusi diqqətiniz nəticəsində yaradılmış bizim enerji potensialımızdır ki, bu günləri süni intellektin inkişafı birbaşa enerjinin olub-olmaması ilə əlaqəlidir. Sizin xarici siyasətiniz nəticəsində həm region dövlətləri, həm dünyanın bu sahədə aparıcı dövlətləri ilə siyasi münasibətlərimizin ən üstün səviyyədə olmasıdır və bunun bariz nümunəsi qeyd etdiyiniz kimi Amerika Birləşmiş Ştatlarının şirkətlərinin ölkəmizə maraq göstərməsi və bizim İsrail dövləti ilə bu yaxınlarda imzaladığımız anlaşma memorandumudur ki, artıq o anlaşma memorandumundan irəli gələrək biz müqavilə üzərində də işləməyə başlamışıq. Digər məqam qərar vermədə dövlətimizin çevik olmasıdır. Bizim Amerikaya səfər zamanı, təmaslarımız zamanı gəldiyimiz qənaət ondan ibarətdir ki, orada hər hansı bir data mərkəzin inşasını təxminən 2 il, 3 il arasında çəkir. Bizdə bu dövlətdə olan çeviklik bizə imkan verəcək ki, biz çox qısa bir müddətdə bu data mərkəzləri inşa edək və bu da data mərkəzlərin inşası üçün aparıcı faktorlardan biridir və bütün bunların hamısının yanında ən başlıca amil datanın mövcudluğudur və bu datanın mövcudluğu bizim rəqəmsallaşmanı və rəqəmsal transformasiyanı nə qədər tez keçməyimizdən bilavasitə asılı olacaq. Bununla da bağlı artıq diqqətiniz var, qərarınız var. Mən əminəm ki, biz bu prosesi də kifayət qədər qısa bir müddətdə keçə biləcəyik. Burada artıq onlar bizdən daha nələri gözləyirlər sualının cavabı. Onlar bizim qanunvericilik bazamızın müasir çağırışlara uyğunlaşdırılmasını gözləyirlər və bu xüsusda xüsusilə mən sandbox rejimini qeyd etmək istərdim. Bu nədir? Hər hansı bir sahədə, tutaq ki, səhiyyə sahəsində, təhsil sahəsində və yaxud da fintech sahəsində, maliyyə sahəsində biz dövlətin tənzimləməsi ilə kiçik hallar üzərindən bu və ya digər həllərin, yəni aparıcı dövlətlərin həllərin burada test edilməsi, sonradan ya ölkəmizdə və yaxud da dünyanın digər ölkələrində bunun maştablanması anlamına gəlir. Bütün dünya dövlətləri bundan istifadə edirlər. Bu da öz əksini fəaliyyət planında tapmışdır. Burada da təxminən çağırışlar bizim rəqəmsal transformasiyada olan çağırışlarla eynidir. İnsan kapitalına gəldikdə deməli bizim miqrasiya qanunvericiliyimizin yumşaldılması və orada həm freelancerların və eyni zamanda rəqəmsal səyyahların statusunun tanınması çox önəmlidir. Digər məsələlərin üzərində dayanıb vaxtınızı almaq istəmirəm. Onlar təxminən yenə infrastrukturla bağlı məsələlərdir, yenə qərar verməklə bağlı məsələlərdir ki, artıq verdiyiniz tapşırığa uyğun olaraq əminəm ki, biz prosesi də kifayət qədər effektiv keçəcəyik. Və nəhayət innovasiya ekosistemi, bizim artıq məruzə etdiyim kimi bütün bu həlləri fokuslanandan sonra bizim əsas məqsədimiz bu sahədə yaranan əlavə dəyərin maksimum səviyyəyə çatdırılmasıdır. Bu sahədə artıq 2022-ci ildə sizin və Mehriban xanımın birbaşa müdaxilə etməsi ilə və nəzarətinizlə 2022-ci ildə IT sahəsində çalışan şirkətlərə xüsusi rejimin tanınması ilə bağlı qanunvericilik qəbul edilmişdir və bu qanunvericiliyin nəticəsi olaraq bu günləri Texnopark prezidentlərinin sayı təxminən 165 şirkətdir. Onlardan 10-u xarici şirkətdir və bu sahədə və onlar tərəfindən yaradılan gəlir təxminən 1 milyard manat
çərçivəsindədir. Və biz hesab edirik ki, bu bizim ölkəmizin potensialını əks elətdirmir. Bizim üçün əsas göstərici bizim nə qədər bu sahədə ixracım rəqəmimizdir. Təəssüflər olsun ki, bu sahədə bizim ixracımız təxminən 100 milyon dollar ətrafındadır. Biz hesab edirik ki, fəaliyyət planında öz əksini tapmış deməli tədbirlər əgər həyata keçirilərsə, biz həmən 100 milyonu 1 milyard və ondan da yuxarı bir rəqəmlərə gətirib çatdıra bilərik. Üzərində çox dayanmadan görülmüşlər siyasında artıq siz vurğuladığınız kimi istər bizim universitetlərin potensialının artırılması, istərsə də bizim xaricdə təhsil dövlət proqramı bu ekosistemin inkişafına bilavasitə təkan verən amillər sırasındadır. Son illərdə də xüsusilə dəqiq elmlər və informasiya texnologiyaları sahəsinə fokuslanmağımız çox yaxın gələcəkdə ekosistemə yeni işçi qüvvəsinin daxil olmasını təmin edəcəkdir. Paralel olaraq həm Nazirlik və eyni zamanda digər həmkar nazirliklər, o cümlədən Təhsil Nazirliyi tərəfindən də qısa müddətli kursların da təşkil edilməsi təmin edilmişdir ki, Azərbaycan gəncləri təxminən 16 minə yaxın insan bu kurslardan keçmişdir. Bizim növbəti mərhələmiz artıq təlimlərin verildiyi biliklər bəlli bir nöqtəyə qədərdir. Bundan sonra biz Hire və Train proqramının üzərində cəmləşmişik. Bu da xarici şirkətlərin Azərbaycana cəlb edilməsi, onlara bəlli bir kvadrat müqavilələrinin təmin edilməsidir ki, artıq onların ikisi ilə biz işləyirik. Anderson və İPAM şirkətləridir, bunlar Amerika Birləşmiş şirkətləridir. Biz MyGov bu dövlət-vətəndaş münasibətlərində necə görürüksə, eyni yanaşmanı da dövlət və biznesə münasibətdə sərgiləməkdəyik. Artıq bunun qanunvericilik bazası var və MyGov Business yaxın aylarda bizim biznesin deməli istifadəsi üçün təqdim edəcək. Həmən layihəni biz İPAM şirkəti ilə bir yerdə həyata keçirdirik və burada onların qarşısında qoyduğumuz tələb bundan ibarətdir ki, bizim onlara verdiyimiz şərti olaraq 100 dollar müqabilində onlar yerli kvadrata uyğunlaşdıraraq xarici də 100 dollarda Azərbaycana gətirirlər və bizim onlara verdiyimiz əməkdaşlarımız burada işlədikləri layihələrlə yanaşı eyni zamanda xaricdə olan layihələrə də işləyib və təcrübə qazanırlar. Buradan çıxışımızı biz necə görürük? Əgər burada çalışan təxminən 1000 nəfər və yaxud da 2000 nəfər adamdan 5-i 10-u gedib startap yaratmış olsa və o startap uğurlu olsa istənilən bir sahədə, bu faktik olaraq bizim sonunda hədəflədiyimiz həmən o 100 milyonun 1 milyarda və yaxud da bir neçə milyarda gətirilməsi istiqamətində atılmış əsas addımlardan biri olacaqdır. Burada, möhtərəm cənab prezident, bizim kifayət qədər fokuslaşacağımız məsələlər var. Mən sadəcə bir neçəsini artıq sizin diqqətinizə çatdırmaq istərdim. Bizim bu günləri startapların maliyyələşməsini təmin edən maliyyə mexanizmlərimiz yoxdur. Bu istər venture olsun, crowdfunding olsun və s. Bununla bağlı artıq qanun layihəsi var və fəaliyyət planında da nəzərdə tutulur ki, biz bu qanun layihəsi yaxın bir neçə ay ərzində qəbul edilsin. Qəbul edilərsə, faktiki olaraq bu günləri bizim bazarın potensialını əks elətdirməyən cəmi 12 milyonluq bir 3 fond var. Yəni 12 milyon manatlıq. 12 milyon bu mələk investorlardır və digər müxtəlif səviyyədə olan startaplara yatırılacaq investisiyalardır ki, bu da bazarın inkişafı üçün yetərli deyil. Əgər belə bir mexanizm olarsa, mən əminəm ki, həm yerli investorlar və eyni zamanda xaricdən fondları cəlb etməklə biz bazarı kifayət qədər inkişafına təkan vermiş ola bilərik. İnsan kapitalı ilə bağlı artıq məruzə etdim, həm o səyyahlarla bağlı, həm freelancerlarla bağlı. Burada kifayət qədər yumuşalmaya və dünya praktikasında tətbiq olan alətlərin tətbiqinə ehtiyac vardır ki, bunu da həmkarlarla müzakirə edib, əminəm ki, sizə məruzə etdikdən sonra irəliyə doğru kifayət qədər addım atıla bilər. Burada startapların ilkin gəlirləri çox önəmlidir. Burada vacib olan məsələ o startapın yaratdığı məhsulun bu və ya digər dövlətin özü tərəfindən nə qədər alınıb alınmamasıdır. Burada da bəlli bir mexanizmlər var ki, tədbirlər planında öz əksini tapmışdır. Möhtərəm cənab prezident, kiber təhlükəsizliyin vacibliyi ilə bağlı artıq siz bildirdiniz.
bu günlər informasiya təhlükəsizliyi və kiber təhlükəsizlik strategiyası tərəfinizdən qəbul edilmişdir və bizim bütün işlər bu strategiyaya uyğun həyata keçirilməkdədir. Ötən illəri İnformasiya Təhlükəsizliyi Koordinasiya Komissiyasının işi yenidən təşkil edilmişdir və mən sizi əmin etmək istəyirəm ki, bu komissiya çərçivəsində ölkəmizin qarşısında duran kiber təhlükəsizliyi ilə bağlı bütün çağırışlar yaxın, çox planlı şəkildə həyata keçiriləcək. Burada iki məqamı diqqətinizə məruz etmək istərdim ki, sahəvi SOP-ların, bu Security Operation Center'lar deyirlər, onların yaradılması çox vacibdir. Biz bunun qanunvericilik bazasını yaratmalıyıq və eyni zamanda CERT-lərin yaradılması vacibdir ki, onların da yaradılması ilə bağlı tədbirlər planında bəlli müddəalar vardır. Sonra müşavirə müzakirələrlə davam etdi. Xəbərləri təqdim etdik. Diqqətiniz üçün təşəkkür edirik. Sağ olun.